Tam ədədlər üzərində əməllər, yəni toplanması, çıxılmasına aid məsələ və misalları həll edək. Hər məlumata uyğun ədədi müsbət yaxud mənfi ilə işarə ilə yazın. Dəniz səviyyəsindən 100 metr aşağı. Aşağı dedikdə artıq mənfi qəbul edirik. Yəni bu olacaq mənfi 100. Hesaba 400 manat əlavə etmək. Bu əlavə et dediyə müsbət 400. Giriş mərtəbəsindən 2 mərtəbə yuxarı. 2 mərtəbə yuxarı müsbət 2. Oyunda 5 xal uduzmaq mənfi 5. Verilən ədədlərə əsasən suallara cavab verin. Ən böyük mənfi ədəd hansıdır? Yəni bunların içərisində biz bilirik ki, mənfilərdə modulu ən kiçik olan ən böyükdür. Çünki mənfi 1 digərlərindən daha sağdadır. Ona görə bunların içərisində mənfi 1, ən böyük mənfi ədəd olacaq mənfi 1. Ən kiçik ədəd hansıdır? Mənfilərdə ən böyük olanı, o da baxırıq, mənfi 18. Ən böyük ədəd ilə ən kiçik ədədin fərqi neçəyə bərabərdir? Ən böyük ədəd müsbətlərin içərisində olacaq 21. Ən böyük ədədlə ən kiçik ədədin fərqi. Ən kiçik ədəd də mənfilərin içərisində mənfi 18. Onların fərqi deyəndə isə bu şəkildə yazırıq. O da 21 üzərinə gəl 18 olacaq. Çünki 2 mənfi qoşalaşı müsbət olur. Bu da oldu 39. Ən böyük mənfi, mənfilərdən ən böyük mənfi 1 və ən kiçik müsbət ədədin cəmi. Ən kiçik müsbət ədəd də burada 5-dir. Üzərinə gəl 5, cəmi dediyinə görə o da bərabərdir 4. Verilən ədədləri dairədəki ədədlə müqayisə edin. Yəni mənfi 4 ilə mənfi 2-ni müqayisə etməliyik. Mənfi 2 daha böyük. 0 ilə mənfi 2-ni müqayisə edirik. 0 daha böyük. 12, mənfi 2, 12 daha böyük. Mənfi 9, mənfi 2, mənfi 2 daha böyük. B bəndində mənfi 6 ilə müqayisə etməliyik. Mənfi 5, mənfi 6, mənfi 5 böyük. Mənfi 7, mənfi 6, mənfi 6 böyük. 0, mənfi 6, 0 böyük. 12, mənfi 6, 12 böyük. C-də isə mənfi 8 ilə müqayisə etməliyik. Mənfi 1, mənfi 8, mənfi 1 böyük. Mənfi 8, mənfi 8 bərabər. 0, mənfi 8, 0 böyük. 8, mənfi 8, 8 böyük. Dördüncüdə sıralayın. Artan sıra ilə. Artan sıra, yəni kiçikdən böyüyə doğru. Ən kiçik mənfi 10, mənfi 7, mənfi 1, 5. Mənfi 11, mənfi 8, mənfi 2, 2, 5. C-də mənfi 201, mənfi 140, mənfi 105, 0, 110 və 200. D-də isə, ikincidə isə azalan sıra ilə deyir, yəni böyükdən kiçiyə doğru. 0, mənfi 3, mənfi 6, mənfi 9. Burada 28, mənfi 4, mənfi 5, mənfi 21, mənfi 32. Əvvəlcə müsbətlərə baxırıq. 30, 28, sonra mənfi 40, mənfi 50, mənfi 100, mənfi 115. Beşdə boş xanalara uyğun 3 tam ədəd tapın. Yəni mənfi 4-dən böyük. Mənfi 3, 5, 10 və s. yaza bilərik. 1-dən 1-ə bərabər və 1-dən kiçik. 1-i də yaza bilərik. 0, mənfi 5. Mənfi 6 ilə 0 arasında. Mənfi 5, mənfi 1,
-2, -1. Çünki -1-dən başqa yaza bilməyəcəkdik arada. -4, -3, yəni bir neçə sayda yaza bilərik. -1 ilə 2 arasında 2-nin özü daxildir. Çünki bərabərlik işarəsi var. 0, 1, 2. -2 ilə 2 arasında -1, 0, 1. -5 ilə -2. Burada -5 də daxildir. -3, -2'nin özü də daxildir. 6. Ədəd oxununda qeyd olunan nöqtələrə uyğun ədədləri çərçivədəki ədədlər arasından seçin. Bu ədədlərin cəmini və fərqini tapın. Nöqtələrə uyğun ədədləri çərçivədəki ədədlər arasından, yəni buradan seçməliyik. -6 ilə, bəli, -5 daxildir. Bizə 1 arasında deyir də, elə ki burada -5, daha doğrusu -5 ilə 1'in arasındadır. Yəni bura -5'dir, burada 1'dir. Burada -1'dir. Bizə indi -5 ilə 1 arasında -3, burada cümlədə qeyd olunan nöqtələrə uyğun ədədləri çərçivədəki ədədlər arasından, deməli -5 ilə 1'dir qeyd olunan nöqtələr arasından seçin. Bu ədədlərin cəmini və fərqini tapın. Deməli -5 ilə 1'in cəmi olacaq -4, fərqi isə -5 minus 1 -6. B bəndində deməli bu olacaq -9. Bu nöqtəmiz isə 4'dən sonra bu harda 7. Deməli -9 və 7 seçdik. -9 üzərinə gəl 7 -2, -9 minus 7 -16. C'də isə bura -10 olar, -8 olar, -10 və -8. Deməli -10 üzərinə gəl -8, -18 və -10 minus -8. Bu olur -10 üzərinə gəl 8, -2. Hesablayın və müqayisə edin. A bəndində -2 üzərinə gəl 10. Bu elədir 8. Yəni 8 ilə -4'ü müqayisə etməliyik. 8 böyük. -3 ilə 11. Bunu topladıq. Bu oldu 8. Bu isə -8. 8 daha böyük. C bəndində 5, 2 dənə mənfidir deyə üstə gəl 1 minus 8 olacaq. 6 minus 8 bu elədir -2. -3 üzərinə gəl 3 əks ədədlərdir. Cəmi 0. Deməli 0 daha böyükdür. D bəndində 4 -4 əks ədədlərdir deyə 0 olur. 6 üzərinə gəl 0, 6. Digərində isə 5, 2 dənə mənfidir deyə üzərinə gəl 1, o da 6. Yəni bunlar bir-birlərinə bərabər oldu. Y bəndində əvvəlcə modulun daxilini hesablayırıq. -6, -2, -8 və -8'in modulu isə 8 olur. Bunun cavabı 8. Digərində isə ayrı-ayrı modullardır. -6'nın modulu 6, -2'nin modulu 2. Bunları da cəmlədik 8. Yəni hər ikisi 8 oldu deyə bərabər. Mürtərizənin içərisi oldu -1. Burada olacaq 0 üzərinə gəl 1. Çünki 2 dənə mənfi idi. Bu 1 elədi. Burada isə -5 minus -3'ün modulu 3 olur. -8. Yəni biz 1 ilə -8'i müqayisə edirik. 1 daha böyük. 8. Dəyişənin verilmiş qiymətində ifadənin qiymətini tapın. A bəndində əvvəlcə gəlin ifadəmizi sadələşdirək. 2 dənə mənfi olduğuna görə A üstə gəl 4 olur. İndi A'nın yerinə -2 qoyub hesablayaq. Bu da 2. B'də 5 üzərinə gəl -B.
Yəni bu elə 5 minus B deməkdir. 5 minus B-nin yerinə də qoyuruq mənfi 10. 2 dənə mənfi, yenə 5 üzərinə gəl 10 olur, 15. C-də mənfi M minus mənfi 6, yəni mənfi M üzərinə gəl 6 olur. M-in yerinə 1 qoyuruq, mənfi 1 üzərinə gəl 6, bu da 5. D-də 8 minus mənfi x üzərinə gəl 3, yəni 8 üzərinə gəl x üzərinə gəl 3. Ədədləri bir qruplaşdıra da bilərik. 8-dən 3, 11 üzərinə gəl x olacaq. Bu da 11 üzərinə gəl x-in yerinə mənfi 2 qoyuruq. 11-dən də 2, 9. Və ya da mənfi 2-ni burada qoyaraq 8 minus 2, 6 üzərinə gəl. Yəni bax burada 8 üzərinə gəl mənfi 2, 3. O da bərabərdir. 8-dən 2, 6, 6-nın da üzərinə 3, 9. Əlverişli üsulla hesablayın. Burada baxın uşaqlar. Deməli, mənfi 1, bunun əksi 1 var. Bunlar oldu 0. Çünki biz qruplaşdırsaq onu, mənfi 1 üzərinə gəl 1 yazarıq. Üzərinə gəl. Mənfi 2 ilə 2. Bunların da cəmi 0 oldu. Yəni belə yazar. Mənfi 2 üzərinə gəl 2. Mənfi 3 ilə 3. Mənfi 3 üzərinə gəl 3. Mənfi 4 ilə 4 üzərinə gəl 4. Bir də qaldı mənfi 5. Bunlar hamısı 0, 0, 0, 0, yəni 0 oldu. 0 minus 5, mənfi 5. Yalnızca mənfi 5 qaldı. Yəni siz bunları ilə əks ədədlərin üzərindən xətt çəkərsiniz. Mənfi 3, mənfi 4, yerdə nə qaldı? Bir dənə mənfi 5. B bəndində baxaq. Bax, 1 minus 2, bu elədi mənfi 1. 3 minus 4, mənfi 1. Bu da mənfi 1, bu da mənfi 1, bu da mənfi 1. Deməli, yazırım mənfi 1, üzərinə gəl, mənfi 1, üzərinə gəl, mənfi 1, mənfi 1, üzərinə gəl, mənfi 1, 2, 3, 4, 5, 5 dənə, yəni mənfi 5. C bəndində yenə burada əks ədədlər var. Baxın, mənfi 1, 1, mənfi 2, 2, mənfi 3, 3. Bu nöqtələr o deməkdir ki, bu aralıqda mənfi 4, mənfi 5, mənfi 6, ta ki 20-yə qədər ədədlərin hamısı var. Burada da yenə elə. Burada var 4, 5, 6. Baxırıq ki, bax bu 20-yə qədər hamısının əksi var. Burada da 20-dən hamısının əksi var. Yəni 1-in əksi mənfi 1, 2-nin əksi mənfi 2. Bunlar hamısı 0 oldu. Yerdə yalnızca qaldı mənfi 21. D bəndində isə bu mənfi 1. Bu da mənfi 1. Bu da mənfi 1. Bu da mənfi 1. Yenə bu aralıqdakılar nə deməkdir? 5 minus 6. Sonra 7 minus 8. Yəni bu aralıqda nöqtələrin yerində həmin ədədlər var. 9 minus 10. 11 minus 12. Yəni cütlərin qarşısında mənfidir, təklərin qarşısı müsbətdir. Bunların hamısını yazmayıblar. Ona görə nöqtə qoyub. Baxırıq da 1-dən 100-ə qədər neçə dənə ədəd var? 50 dənə. Yəni bizim 50 dənə mənfi birimiz var. Ona görə bunun da cavabı olacaq mənfi 50. 10-cu, şərtlərə uyğun 3 nümunə göstərin. Fərqi mənfi ədəd olan 2 müsbət tam ədəd. Yəni kiçik və böyük olsun. Elə fərqi mənfi olsun. Yəni 3 müsbət ədəddir, minus 5. 5 də müsbət ədəddir. Fərqi də olacaq mənfi 2. Yəni biz kiçik ədəddən böyük ədədi çıxanda bunların fərqi mənfi olacaq. Fərqi müsbət ədəd olan 2 mənfi tam ədəd.
Mənfi 5 minus mənfi 6. Bu olacaq. Mənfi 5 üzərinə gəl 6. Bu da eləyir 1. Gördünüz, fərqi müsbət ədəd olan 2 mənfi tam ədəd. Mənfi 5 və mənfi 6 fərqləri də müsbət oldu. Fərqi mənfi ədəd olan 2 mənfi tam ədəd. Mənfi 4 üzərinə gəl mənfi 3. Amma bu fərqi deyir. Buradan düzəldək bunu. Mənfi 4 minus mənfi 2. Bu olacaq. Mənfi 4 üzərinə gəl 2, mənfi 2. Fərqi mənfi oldu, gördünüz. Fərqi müsbət ədəd olan 2 müxtəlif işarəli tam ədəd. Fərqi müsbət olsun, 2 müxtəlif işarəli. Üç minus mənfi 1. 3 müsbətdir, mənfi 1 mənfi. Fərqi müsbət olan 2 müxtəlif işarəli. Bunların da fərqi olacaq. 3 üzərinə gəl 1 bərabərdir 4. Fərqi müsbət oldu. Verilən ədədlərə alqoritmi tətbiq etdikdə çıxışda hansı ədədlər alınır? Deməli, x ədədini daxil et. X ədədini buradan seçirik. Birinci 1-i daxil etdim. Deməli, buraya yazdım 1. Deyir ki, 1 3-dən kiçikdirmi? Bəli, kiçikdir. Bəli dediyinə görə bu qolla hərəkət edəcəyik. Bəli, yəni biz x-in yerinə 1 qoyaraq olacaq 10 minus modul mənfi 1. O da bərabərdir 10 minus 1, 9. Yəni sonda cavabımız olacaq 9. Yəni 1-də 9 oldu. İndi 2. Deyə baxaq, burada 9-u qeyd edim. Mənfi 4. Bura mənfi 4. Mənfi 4 3-dən kiçikdirmi? Bəli. Yenə də bu qolla hərəkət edirik. 10 minus modul mənfi 4. O da bərabərdir 10 minus. Burada 2 mənfi oldu deyə 4. 4-ün də modulu ilə 4 olacaq. 6. Yəni mənfi 4-də də oldu 6. İndi 6-nı daxil edirik. 6. 6 3-dən kiçikdirmi? Xeyr. Ona görə bu qolla hərəkət edirik. Yəni olacaq 6 üzərinə gəl mənfi 3. O da bərabərdir 3. Yəni 6-da 3 oldu cavabımız. İndi bunları silirəm. 9, 6, 3. 3 qoyanda 3, 3-ə bərabərdir. Bəli. Çünki burada 3 yazsaq, bərabərlik işarəsi var. Deməli, bu qolla hərəkət edirik. 10 minus modul mənfi 3. 10 minus 3. O da bərabərdir 7. 0. 0 3-dən kiçikdir. Bəli. Yenə də bu qolla hərəkət edirik. 10 minus 0, o da bərabərdir 10. 5. 5 qoyduqda isə 5 3-dən kiçik deyil, xeyr. Deməli, bu qolla hərəkət edirik. 5 üzərinə gəl mənfi 3, o da elədi 2. B bəndində 5 daxil etdik. Bura 5 daxil edəndə mənfi 5 ilə 4 arasındadır. Xeyr. Deməli, bu qolla getməliyik. Onda olacaq mənfi 5 minus 6 mənfi 11. Bunların hamısını yaxşı yazım ikincisində. Mənfi 6, mənfi 6. Bura daxil deyil, xeyr. Yenə də mənfi 6 minus 6 olacaq. O da 6 minus 6, 0. Üç.
3 bura daxildir deyə bu qolla hərəkət edirik. Olur -4 minus modul 3. Yəni -4 minus 3 -7. -1. Bəli, bura daxildir. Ona görə bu qolla hərəkət edirik. Bəli, istiqamət -4 minus -1. Bu da bərabərdir. -4 minus. Moduldan müsbət çıxdı 1. Bu da oldu -5. -23. Bu aralığa daxil deyil. Xeyir. Ona görə -23 minus 6. Bu da müsbət 23 minus 6 olur. 17. -12. Bura daxil deyil. Ona görə -12 minus 6. 12 minus 6. Bu da 6. Birinci Roma imperatoru Oktavian Avqust eramızdan əvvəl 60-cı ildə anadan olmuş və bizim eranın 14-cü ilində vəfat etmişdir. O neçə yaşında vəfat etmişdir. Eramızdan əvvəl bu olur -63 anadan olmuş və eramızın 14-cü ilində 14-də, yəni biz bu iki nöqtə arasındakı məsafəni tapmalıyıq. Onların fərqinin modulu 14, o da bərabərdir modul -77, o da bərabər olacaq 77. Deməli 77 yaşında vəfat etmişdir. 13. Termometrdə Bakı və Balakəndə qış günlərinin birində günorta havanın temperaturu göstərilmişdir. Eyni vaxtda temperatur Şamaxıda Balakəndən 2 dərəcə yuxarı. Deməli Balakəndə -5'dir. Şamaxıda bundan 2 dərəcə yuxarı, yəni -5 üzərinə gəl 2, -3 olacaq. Şamaxıda Qubadan isə 3 dərəcə aşağı oldu. Şamaxıda Balakəndən 2 dərəcə yuxarı, Qubadan isə 3 dərəcə aşağı oldu. Yəni Şamaxıda -3'dür. Bu Qubadan 3 dərəcə aşağıdır. Yəni bunun üstünə 3 gəlir 0. Deməli Qubada 0 dərəcə olur. İndi bu yerlərdən hansında temperatur ən aşağı olmuşdur? Deməli Bakıda 2, Balakəndə -5, Şamaxıda -3, Qubada 0. Temperatur ən aşağı, yəni ədədləri yazaq. -5, -3, 0, 2. Ən aşağı -5 olan, yəni Balakən. Bunun cavabı oldu Balakən. Soyuqdan istiyə doğru düzdükdə Şamaxı hansı yerlər arasında olar? Bax, düzmüşük bunu. Bu Balakən idi, bu Şamaxı idi, 0 Quba idi, 2 də Bakı idi. Bizə də deyir ki, Şamaxı hansı yerlər arasında olar? Bakı ilə Quba arasında. Ən isti və ən soyuq olan yerlərdə temperatur fərqi nə qədər olar? Ən isti Bakı, ən soyuq Balakən, temperatur fərqi də, yəni onlar arasındakı elə bir məsafəni tapırıq da, -5 minus 2'nin modulu 7. 7 dərəcə fərq var. 14. Marian çökəkliyinin dərinliyi dəniz səviyyəsindən, deməli Marian mənfi olacaq, çünki dəniz səviyyəsindən aşağıda deyir. Bura yazırıq. -11.034. Qaradənizdə dəniz səviyyəsindən aşağıda deyə -2210. Elbrus dağının zirvəsi 5642. Everest isə 8848-dir. İndi sual, bu obyektlərin dəniz səviyyəsindən dənizdən olan səviyyələrini mənfi və müsbət ədədlərlə ifadə edin. Onları etdik. Dəniz səviyyəsindən aşağılar mənfi, yuxarılar isə müsbət olur. Elbrus dağının zirvəsi, Elbrus dağı 5642'dir. Zirvəsi ilə Qaradənizin dərinliyi, bu isə -2210'dur. Səviyyə fərqi nə qədərdir? Biz bilirik, iki nöqtə arasındakı məsafəni tapırıq da, onların fərqinin
modulu idi 5642. O da bərabərdir modul mənfi 7852. Onun da modulu 7852. Üçüncüdə isə ən dərin çökəklik variantı mənfi 11034 və ən yüksək zirvə arasında 8848 səviyyə fərqi nə qədərdir? Onların fərqinin modulu. Modul mənfi 19882. Onda modulu 19882. Deməli cavabımız ən dərin çökəklik, ən yüksək zirvə arasında səviyyə fərqi 19882 metr olacaq.